Salam əziz müəllimlər. Sınavlar toplusunda sınav 4-ün izahlarını verməyə çalışacağım. Gəlin suallara keçid eləyək. Deməli, suallar qarşımızda görsənir. İlk sualımız belədir. Deməli, sual 1. Test tapşırığında bizə soruşur ki, test məsələsinin sukalıq temperatur amplitutunun az və çox olduğu əraziləri müəyyən edin. Bildiyiniz kimi sukalıq temperatur amplitudu az olur əsasən ekvatorial və qütbətrafı bölgələrdə, yəni bura uyğun gəlir 1, 4 və 6. 1, 4, 6 birinci sıraya uyğun gəlir. B variantı düzgün cavabımızdır. Çox olduğu yerlər isə əsasən tropik enliklərin səhra və yarım səhraları üçün məzəv edir. Burada uyğun gəlir Böyük Səhra 2, Ərəbistan və Avstraliya 2, 3, 5. Doğru cavabımız B bəndi hesab olundu birinci sualda. İkinci test tapşırığını nəzərə yetiririk. Bu 6 atmosfer təzyiqi əsasən qeydə alınır. Ekvatorial və təbii ki, mülayim enliklərdə. Çünki il boyu bu enliklərdə qalxan hava alçaq təzyiq qiymətləndirilir. Yoldaşlar, yayda alçaq təzyiqin müşahidə olunduğu söyləyirsə, yay aylarında bildiyiniz kimi ekvatorial hava kütləsi daxil olur. Sub-ekvatorial ərazilərə, sub-ekvatorial və bir də müvafiq olaraq mülayim hava kütlələri yayda daxil olur. Subarktik bölgələrə biz bunu belə deyə bilərik, subarktik ərazilər. Sonra biz burada deyəcəyik, qışda alçaq təzyiq sahəsi, qışda təbii ki, alçaq təzyiq sahəsi qeydə alınır. Müvafiq olaraq, deməli, subtropik iqlim qurşaqlarındakı, çünki bura bildiyiniz kimi qışda mülayim hava kütlələri daxil olur. Doğru cavabımız belə olacaq. Birinciyə, əlbəttə ki, il boyu alçaq təzyiq ekvatorial ərazilərdə Malakka yarımadası, Cənub-Şərqi Asiya bölgəsində. İkinciyə, təbii ki, uyğun gələcək subekvatorial və ya subarktikdə yerləşən şimal subekvatorialda təbii ki, Hindistan və cənub subekvatorialda olan Cape York 2 və 4-cü məntəqələr. Üçüncüyə də sonuncuya da uyğun gələcək subtropik iqlim qurşağı Piriney yarımadası və Kiçik Asiya yarımadası 3 və 5. Doğru cavabımız 1, 2, 4, 3, 5. Variantımız hesab olunur ikinci test tapşırığında Y bəndi. Növbəti sual nümunəsinə nəzər yetiririk. Sualda bizdən soruşur. Musson küləklərinin təsirinə məruz qalan ərazilər. Musson küləkləri bilirsiniz ki, Cənubi, Cənub-Şərqi və Şərqi Asiya regionları üçün səciyyəvidir əsas etibarilə. Burada A variantında Monqolistan yanlışdır. B variantında təbii ki, Avstraliya Musson küləklərinin təsirinə çox da məruz qalmır. C variantı təbii ki, bura Filipin, Yaponiya, Koreya daha ideal variantdır. Burada Çili və Peru Türkan sahilləri olduğu üçün Amerikada olmaz. Y variantda İran, İraq təbii ki, yanlış variantlardır. Üçüncü sualın cavabı C bəndi hesab edildi. Növbəti sual nümunəsinə nəzər yetiririk. Cədvəl əsasında doğru bəndləri müəyyən edin. Bildiyiniz kimi Filipin yarımadası sub-ekvatorialdadır. Braziliya şimal sub-ekvatorialdadır. Braziliya cənub sub-ekvatorialdadır. Harici dağlar ekvatorial, tropik və subtropikdədir. Deməli, subekvatorial, tropik və subtropikdədir. Şura zoalı subtropikin belə deyək də kontinental bölgələri və Aral dənizinin bölgələrin yaxınlığındadır. Kon dağları rütubətli tropik və subtropikin köçməsindədir. Missisip ovalı subtropik və mülayim enliklərin köçməsindədir. Bizə cədvələ əsasında doğru bəndləri müəyyən edin deyir. 1 və 2, Dekan və Braziliya, oxşar xüsusiyyəti üçün keçid iqlim qurşağında yerləşirlər. Doğrudur. Fərqli dövr isə təbii ki, yağıntılı dövr iyun-avqust ayları deyəndə bu şimal subekvatoriala aiddir. Cənub subekvatorial qış olduğu üçün quraq dövrdür. Deməli, birinci sıra doğrudur. 4 və 6 Küraraz və Missisip ovalı. Yay ayları subtropikdə, yay ayları isti və quru tropikə görə, qış ayları isə rütubətli və mülayim keçir. Bu doğru ifadədir. Yayda deyib ki, enən hava qalxan hava kütlələri hakimdir. Bəli, yayda tropikə görə enən, qışda qalxan olanda bu hər ikisi oxşar zərdə olduğu üçün fərqli hesab oluna bilməzdir. İkinci tərəfdə bu ifadə yanlışdır. Ondan sonra biz qeyd edəcəyik. Təbii ki, 3 və 5 böyük dağlar və Drakon dağları.
Hər ikisinin sahillərində rütubətli tropik iqlim vilayəti formalaşır keçid cərəyanına görə. Bu təbii ki, doğru ifadədir, oxşar cəhətdir. Üst iqlim qurşağında olması qırağın üç yox, əsasən iki iqlimin kesişməsindədir. Ona görə də bu fikir böyük sahiciyə aiddir, fərqli cəhətdir. Deməli, üçüncü sıranı götürdük. Gəldik 4-ə. 1 və 4 verib anlıqlarız. Tropik hava kütləsinə məruz qalır. Bildiyimiz kimi, dekant tropik kütləsinə məruz qalır. Corazlı yayda məruz qalır. Bu yoxsul xüsusiyyətdir. Çay-çəltik kimi isti və rütubətli bitkilərin becərilməsidir. Kürada yox, depan ayrılıq xüsusiyyətdir. Bu da fərqli cəhət olduğu üçün 4-ü də biz götürürük. İkinci sıraya baxırıq. 205 yazıb bizə. Braziliya və Trakon. Sahillərdə buxarlanma və buxarlanma arasında yüksək azdır. Bu ifadə doğrudur. Cənab Pasifik təsirə məruz qalırlar. Həm Braziliya, həm də Dekan, Trakon təbii ki, hər ikisi məruz qaldıqları üçün, bunların ikisi oxşar olduğu üçün biz bunu doğru cavab kimi götürə bilmərik. Birinci tərəfi oxşar, ikinci tərəfi fərqli verilən xüsusiyyətlər hesab olundu. 1, 3 və 4 variantımız A bəndi 4-cü test tapşırılır. Növbəti suala nəzər yetiririk. Sual belədir. Sualda bizə deyir ki, cədvəl əsasında düzgün olmayan sualları müəyyən elə. Konqo çəkili ekvatorial ərazidir. Təbii ki, orada pasat küləkləri olacaq. Bu doğru ifadədir. Kaliforniya yarımadası tropiklərdə qərb küləkləri ola bilməz. Deməli, biz ikini seçəcəyik. Filippin adaları təbii ki, burada qərb küləkləri ola bilməz. Ona görə də biz üst seçəcəyik. Eyni zamanda Grenlandiya adası qütbətli axıdır. Şimal-şərq daimi küləkləri, yəni qütb küləkləri burada hakimdir. Bu ifadə doğrudur. Britaniya yarımadası mülayimdir. Qərb küləkləri doğrudur. Avropada. Böyük Britaniya adası pasat ola bilməz. Təbii ki, qərb küləkləri olmalı idi. Yanlış ifadələr 2, 3 və 6. Düzgün cavabımız 5-ci sualda D bəndi hesab olunur. 6-cı test tapşırığına nəzər yetiririk. Sual belədir. Deməli, sualda bizə deyir ki, iqlim qurşağında yerləşən ada dövlətlərinin müəyyən edin. Madagaskar bildiyi kimi ekvatorial tropik olaraq 2-dir. Britaniya 1-dir, Filippin isə 2-dir. Burada Böyük Britaniyaya görə yanlışdır. Kuba 1-dir, İrlandiya 1-dir, İslandiya 1-dir, ona görə bu da yanlışdır. Yaponiya 2-dir, Brunei 1-dir, Yamayka 1-dir, ona görə də yanlışdır. Yaponiya 2-dir, Madagaskar 2-dir, Şri-Lanka 2-dir. Yəni söhbət nədən gedir? Tropik mülayim, subekvatorial tropik, Şri-Lankada ekvatorial və subekvatorial. Düzgün cavab D variantıdır. İrlandiya 1, Yaponiya 2, Kuba isə 1 olduğu üçün yanlış. Cavabımız D bəndi. Yaponiya, Madagaskar və Şri-Lanka hesab olundu 6-cı test tapşırıq. İkinci suala nəzər yetiririk. Üstəndə B məntəqəsinin atmosfer təzyiqi 360 mm zirasyonudur. Kəsmi yüksəkliyi müəyyən edin. Dəniz səviyyəsində sizlər bilirsiniz ki, 760 mm zirasyon normal təzyiqdir. B-də isə 360-dır. Əvvəlcə təzyiq fərqini tapırıq. 760 360 mm. Cavab elədir. 400 mm betonu. Buradan biz bunu hündürlüyə çevirəcəyik. 10 metrə 1 mm və buna dəqiqətdə 400 mm və sonu nə qədər olacaq fərq olacaq deyib. Əldə elədiyimizdə 400 vurdu 10 bölü 1 daha belədir 4 mm. Deməli, B və dəniz arasında 4 mm fərq olduğunu bilərik. Boşluqlara baxırıq. 1, 2, 3, 4, 5 boşluğumuz var. Yəni 4000 metr bölünsün 5. Bu da elədi yoldaşlar 803 metr. Deməli, doğru cavabımız kesme yüksəkliyin sayı 800 metr hesab olundu. 7-ci sualın cavabı C variantı. 9-a nəzər yetirik. Deməli, 7-ci sualın cavabı oldu D. 9-cu, 8-ci sualın cavabı verdik. Cədvələ əsasən doğru sıraları müəyyən edilmir. Subarktik Jutlandiya, Jutlandiya Avropa və mülayim dənizlərdir. Ona görə bu hesab doğru olaraq bilinir. Mülayim kontinental şərqi Avropa düzəni doğrudur. Mülayim mütəxəssislik kartosinin qüvvələri 200-dür. Tropik kontinental Şuranlı cənub hissələri təbii ki, bu da doğru fikirdir. Tropik dəniz Kuba arası doğrudur, amma şəkil qonaqlı tropiklərdə ola bilməz. Şəkil qonaqlı. Ekvatorial ikinci yarımadakı Erdamcılıq çay təbii ki, doğrudur. Düzgün cavabımız 2-3-5, 8-ci test tapşırığı Y variantı hesabı. Növbəti suala nəzər yetiririk. Buxarlanma və buxarlanma qabiliyyəti arasındakı fərqin böyük olduğu. Deməli, bunlar quraq yarımadalardır. Bu yarımadalara daha çox uyğun gələcək Kaliforniya yarımadası, Ərəbistan yarımadası və Somali. Çünki Hindistan muhtan küləklərinə görə bol yağıntı alır. Skandinav qərb küləkləri bol yağıntı gətirir. Florida isti cərəyanların rütubətli tropik hava kütlələri bol yağıntı gətirir. 2-4-6 düzgün cavabımız A bəndi hesab olundu 9-cu sualda. Növbəti test tapşırığına nəzər yetirir. 10-cu sual. Sual belədir. Deməli,
Dağın ətəyi 720 metrədir yoldaşlar, dəniz səviyyəsindən yəni 0 metrdə. Burada temperatur 25,2 nisbət, zirvədə isə temperatur -2,4 sezilir. Bizdən dağın həm mütləq hündürlüyünü, yəni dəniz səviyyəsinin olan hündürlüyünü soruşur, həm də dağın nisbi hündürlüyü, yəni ətəyi ilə zirvə arasındakı hündürlük fərqini soruşur. Nisbi hündürlüyü biz rahatlıqla 25,2 və -2,4-ə görə tapacaq. Yəni 25,2-dən müvafiq olaraq çıxacaq -2,4-ü. Bu il yoldaşlar təbii ki 27,6 dərəcə. Bu hündürlüyə çevirəcəyik bunu. 1000 metrə bilirsiniz ki, temperatur dəyişirdi. Müvafiq olaraq 6 selsi. 27,6 selsi dəyişmək üçün lazım olan hündürlüyü isə olacaq x. X-i biz əldə eləyəndə müvafiq olaraq 27,6-nı vuracaq 1000-ə, böləcəyik 6-ya. Deməli belə, 27,6 vurulsun 1000, bölünsün 6, bu elədir yoldaşlar 4600 metr. Deməli, müvafiq olaraq nisbi hündürlük fərqi 4600 metrdə arada bunu tapdıq və mütləq hündürlüyü tapanda isə 4600-də də biz müvafiq olaraq 720-ni toplayacaq. Dəniz səviyyəsindən ətəyi olan məsafəni plus 720 bərabərdir 5320 metrə. Deməli, birinci mütləq hündürlüyü 5320 və nisbi hündürlüyü 4600. Düzgün cavab 10-cu sualda variantı hesab olundu. 11-ci test tapşırığını nəzərə yetiririk. Dağ tundra iqlim tipinin yayıldığı ərazilər, yüksək dağlıqlar, deməli, Baş Qafqaz silsəsi 1, Murovdağ 3 və Zəngəzur 4, 1-3-4 doğru cavabımız B bəndi hesab olundu. Təbii ki, burada çalışmalarında biz deyə bilərik, içkinin olduğu yerlərdə qışı quraq keçən soyuq və yay quraq keçən soyuqlar yayılıb, ola bilməz. Deməli, altda qışı quraq keçən mülayim isti və soyuq iqlim tipləri yayılıb, ola bilməz. Burada qışı quraq keçən mülayim isti iqlim tipi yayılıb, ona görə dağ tundra ola bilməz. Növbəti suala nəzər yetiririk. Yoldaşlar, 12-ci sual. 12-də bizə deyir ki, yer kürəsinin çıxımdakı vəziyyətinə əsasən tropik və ekvatorial hava kütlələrinin hakim olduğu akkumulyativ düzənlikləri müəyyən edin. Bildiyiniz kimi bu 22 iyun tarixidir. 22 iyun tarixində şimal qütb arasında görürsünüz qütb gündüzü, cənub qütb arasında qütb gecəsi olur. Bu xəttə görə biz onu sonluqla tapa bilirik. Bura gecədir, bura gündüzdür. Ona görə də biz müvafiq olaraq deyəcəyik ki, bu tarix şimalda yay, cənubda qış fəsilidir. Məntəqələrə baxdıqda Mississippi, Hindqang, Dekan, Anadolu, Küraraz, Orinoco hamısı şimaldadır. Bizə deməli şimalın yay aylarına aiddir. Yoldaşlar, tropik hava kütlələrinin yayda üstünlük təşkil elədiyi ərazi, tropik yayda üstünlük təşkil edir. Bildiyiniz kimi subtropik iqlim qurşağında, deməli biz subtropik ayda onları seçməliyik. Ekvatorial isə yayda üstünlük təşkil edir. Təbii ki, bildiyiniz kimi sub-ekvatorial iqlim qurşağında. Ekvatorial. İndi gəlin baxaq. Deməli, subtropik iqlim qurşağında üstünlük təşkil elədiyi üçün 1-ə gedəcək verilənlərdən Mississippi 1, 2-ə gedəcək Hindqang 2, sonra Dekan olacaq əlbəttə ki 3, sonra yəni 2-yə, Anadolu subtropikdədir 4, sonra Küraraz subtropikdədir 5 və Orinoco subekvatorialdır 6. 1, 4, 5, 2, 3, 6 bu varianta uyğun gələn 1, 5 və 2, 6 variantıdır ki, doğru cavab A bəndi hesab olundu 12-ci sualda. Növbəti test tapşırıq. Bir də burada bizə akkumulyativ düzənlik dediyi üçün bir dənə fikir verin. Akkumulyativ deyəndə yaylalar ki var. Biz onları atacaq. Söhbət 3 və 4-dən gedir. Fikir verin. 3 burada gedir, 4 də burada gedir. 3 və 4-ü atanda 1-ə qalır 1, 5, 2-yə qalır 2 və 6. Düzgün cavabımız A variantı. Akkumulyativ sözünü unutmayın. Akkumulyativ ovalıqlardır. Denodasyon yaylalardır. Növbəti suala baxırıq. Yoldaşlar 13-cü sual. 13-cü sualda iqlim uyğunluğu müəyyən edilir. İqlim diaqramlarına baxdıqda birincisi 5 dərəcə ilə müvafiq olaraq 25 dərəcə arası tərəddüd edib şimal yarımkürəsinin dekabr, yanvar, fevral qışı yağıntılı yayı quraq olan şimal subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipidir. Növbəti hissədə temperaturun təxminən 0-3 selsidən başlayıb 25 selsiyə qalxdığı, yay ayları isti və rütubətli, qış ayları mülayim və quru olan, bu daha çox düşür
tropik iqlim qurşağının muson vilayətinə, muson və növbəti sonuncu temperatur 20 dərəcə 30 dərəcə arası təyin edilib. İyun il avqust şimalın yayı yağıntılı, isti və rütubətli, yayı isti və quru olan bu şimal yarımkürəsinin sub-ekvatorial iqlim qurşağına uyğun gəlir. Deməli, birinci xüsusiyyətləri düzət olsaq, il boyu istidir, yay rütubətli, qışı qurudur. Bu subekvatoriyaya aiddir. Deməli, üçüncüyə gedəcək. 1. Yay isti quru, qış mülayim və rütubətlidir. Yay isti və quru, qış mülayim və rütubətli olsa ikinciyə gedəcək 2. Doğrusu birinci Aralıq dənizinə, birinciyə getdi 2. Yay isti və rütubətli, qış mülayim və qurudur. Yay isti və rütubətli, qış mülayim və quru olan, bu da gələcək əlbəttə ki ikinciyə. Davam edəcək. Uyğun gələn şəhərlər Dakar bildiyiniz kimi şimal subekvatorialdadır. Olacaq A. Madrid şimalda subtropik Aralıq dənizindədir. 2-yə gedəcək B. Sonra Şanxay subtropik musonundadır. 3-ə gedəcək C. Ondan sonra 2-yə gedəcək C. Ondan sonra biz deyəcək Hanoy subekvatorialdadır. Olacaq D. Afina Aralıq dənizindədir. Burada olacaq yoldaşlar Y. Deməli 1-ə 2, B-yə 2-yə 3. 1-ə 2 B-yə, 2-yə 3 C, 3-də 1 A, D variantına uyğun gələn cavab A variantı hesab olundu. 13-cü test tapşırığında. Bu da belə. 13-dən sonra biz gəlirik növbəti test tapşırığına. 14. 14-də biz baxırıq. A-dan B-yə doğru qalxdıqda qanıq ərisədən baş qalxdıqda qalxırıq. Burada müvafiq olaraq AB istiqamətində yayılıb AB istiqamətində formalaşır. Qışı quraq keçən mülayim isti, eyni zamanda yağıntıları bərabər paylanan mülayim isti, bütün fəsillərdə bol yağıntılı soyuq, zirvələrdə dağ, tundra. Deməli, C-dən D-yə gedən istiqamətə baxdıqda isə D-də arasında yayılıb quraq qışı mülayim keçən yarım səhra quru çöl, ondan sonra qışı quraq keçən mülayim isti, ondan sonra qışı quraq keçən soyuq və zirvələrdə dağ, tundra. Deməli, biz baxanda qışı mülayim keçən yarım səhra quru çöl uyğun gəlir CD istiqamətinə 1. Qışı quraq keçən mülayim isti gördüyünüz kimi hər iki istiqamətdə var, ortaq səhətdir. Dağ, tundra iqlimi hər iki istiqamətdə var, ortaq səhətdir. Eyni zamanda yağıntıları bərabər paylanan mülayim isti AB tərəfdə var 4. Bütün fəsillərdə bol yağıntılı yenə eyni qaydada birinci tərəf AB istiqamətindədir 5. Qışı quraq keçən soyuq iqlim, qışı quraq keçən soyuq iqlimdə CD istiqamətində var. Buna da uyğun gəlir təbii ki 6. Doğru cavab 4, 5, 1, 6, 3 variantımız. Deməli, bircə saniyə. Biz burada nəyi düz eləməliyik? Bütün fəsillərdə bol rütubətli soyuq. AB tərəfdədir 5. Yağıntıları bərabər paylanan mülayim isti var. Tabii ki burada da AB tərəf 4, 5. Deməli, bu bizdə oldu 14-cü test tapşırığı 1, 6. AB tərəfdə 1, 6 ola bilməz. Bircə saniyə. Verilən diaqramına uyğun bəndləri müəyyən edin. AB tərəf, CD tərəf. Deməli, bu test tapşırığında variantı veriblər. Deməli, Y variantı. Bircə saniyə. Y variantı 2-yə 1 və 6 veriblər. Qışı mülayim keçən 2-yə 1-ə 1, 6. Əlbəttə ki, bu testin cavabı belə olmalıdır. Burada testin cavablarında problem var yoldaşlar. Ona görə də üzr istəyirəm, bu AB tərəfdə mən bunların yerini səhv yazmışam. Bircə saniyə. Bunların yeri yanlış oldu. AB tərəfdə təbii ki, biz dedik birinci tərəfdə olacaq 4 və 5. Düz olurdu onda. 4, 5. CD tərəfdə də 1 və 6. Deməli, burada testin cavabı düzgün verilməyib. Təbii ki, E variantında biz burada elə qeyd eləməliydik ki, bunların yerləri səhv verilib. Görürsünüz, testin ümumi cavabında problem var. Yoldaşlar, yadda saxlayaq. Burada cavab belədir ki, AB istiqamətində mövcuddur. Yalnız AB istiqamətində
Qanıq Əyristədən Baş Qafqaza yağıntıları bərabər paylanan mülayim isti 4 və bütün sahələrdə bol rütubətli qoyub 5. Birinci tərəfə getməli 4-5. Burada da yerlər səhvdir. İkinci tərəfə D tərəfdə sırf olmalıdır verilənlərdən. Qışın mülayim keçən yarımşara qursu 1 və qışı quraqlıqdan soyuq 6. Ortaq zəif kimi hər ikisində mövcuddur. Deməli, qışı quraq keçən mülayim isti 2 və dağ tundra 3. Burada variantda, yəni Y variantı düzgün cavab kimi verilsə də, burada variantların yeri şüməlidir. Bu testin cavabında sorun var yoldaşlar. Onu da yadda saxlayın. Y verilib, amma dediyim kimi 1 ilə 2-nin yerləri dəyişməlidir. Bu olmalıdır müvafiq olaraq 2, bu olmalıdır yoldaşlar 1. Yadda saxlayın, belə texniki qüsurlar ola bilər bu test tapşırığında. 15-ci suala baxırıq. Yoldaşlar, xəritə sıxılmasına uyğunluğu müəyyən edin. Yağıntıların illik miqdarı 200 mm büyüsün. Bu daha çox ekvatorial zonalara uyğun gələcək. Verilənlərdən İndoneziyada 2 və Amazon ovalında 5. 500 mm qədər yağıntı əsasən uyğun gələcək mülayim iqlim qurşaqlarına. Burada verilənlər 1 və 3-dür. 1 və 3. 150-250 mm səhralara uyğun gələcək 4 və 6. 4 və 6. 2, 5, 1, 3, 4, 6. 2, 5, 1, 3, 4, 6. Düzgün cavab C variantı hesab olundu 15-ci sualda. 16-cı sual vəziyyət belədir ki, iqlim şəraitinin kontinentallığın artması dediyi zaman okeanlardan uzaqlıq nəzərdə tutulur. Okeanlara ən yaxın əlbəttə ki, Norveçin paytaxtı Oslo mülayim dənizlədir. Onlardan sonra gələcək mülayim kontinentallıq Çexiyanın paytaxtı Praqa 3. Praqadan sonra yenidən ondan biraz da şərqdə Rusiyada Başqırıstanın mərkəz şəhəri Ufa 4 və Monqolistanda Ulan-Bator şəhəri 2. 1, 3, 4, 2, 1, 3, 4, 2 düzgün cavab 16-da oldu yoldaşlar. Əlbəttə ki, A bəndi. 17-ci suala nəzər yetiririk. Azərbaycan arasında daxil hava kütlənin yaratdığı hava şəraitinə görə doğru sıraları bir müəyyən edin. Dəniz Arktik, bəli, bizdə temperaturu azaldır, yağıntının miqdarını artırır. Kontinental Arktik bizdə temperaturu artırmır, əksinə azaldır, yağıntını qismən artırır. Deməli, bu ifadə buna görə yanlış oldu. Mülayim dəniz, bilirsiniz ki, temperaturu azaldır və yağıntını artırır, bu doğrudur. Mülayim kontinental temperaturu artırmır, azaldır, yağıntını az miqdarda artırır. Bu yanlış oldu. Cənub siklonları, bəli, temperaturu azaldaraq yağıntını artırır, siklonda qalxan hava alçaq təzyiqdir. Deməli, doğru variantlar 1, 3 və 5-dir. Tropik hava kütləsi temperaturu artırır, lakin yağıntını azaldırdı. 1, 3, 5-in uyğun gələn cavabımız 17-də A bəndi hesab olunur. 18-ci suala nəzər yetiririk. Eyni iqlim qurşağında yerləşən ölkələri müəyyən edin. Rusiya, Almaniya əsas hissəsi mülayimdə. Rusiya təbii ki, aktiv qədər geri çıxa bilir. Portuqaliya isə subtropik aralıq dənizləri yandırdı. Bruney ekvatorial Myanma isə daha çox ekvatoriala düşür. Qabul ekvatorialdadır. Burada Myanma yandırdı. Növbəti hissədə bir Polşa deyəcəyik, Kanada deyəcəyik. Bu arada əsas hissəsi mülayimdədir. Nikaragua təbii ki, yandırdı. Bu daha çox tropik rütubətli vilayətinə düşür. D variantı Kamboca subekvatorial, Kenya subekvatorial, Panama subekvatorialdır. Düzgün cavab deyildir. Avstraliya subekvatorial tropik subtropikdir. Finlandiya mülayim və subarktikdir. İspaniya subtropik aralıq dənizdir. 18-də düzgün cavab D bəndi hesab olundu. 19-cu sual doğru bəndi bizdən müəyyən edin deyir. Azərbaycan arasında çox hissəli mülayim dəniz iqlim formalaşıb səhvdir. Bizim 66%imiz subtropikdir. Subtropik iqlim qurşağının daxili rayonlarının yay ayları isti quru, qış ayları isə soyuq keçir. Bəli, daxili rayonları kontinental bölgələr olduğu üçün bu aylarda yay ayları isti və quru, qış ayları soyuq keçir. Düzgün cavabımız B bəndidir. C-də görə yanlışlıq nədir? Materiklərin şəxslərində pasatlanan təsirə quraq yox, rütubətli iqlim yaranır, yanlışdır. Cənub yarımkürəsində şimalan içində iqlim tutan sayı çox deyil, əksinə azdır. Çünki orada su sahəsi daha geniş ərazi tutur. Y-yə baxırıq. Yağıntıların miqdarı ekvator qutblarında artır, yox, azalır olmalıdır. Bu da yanlışdır. 19-da cavab B bəndi. Növbəti suala baxırıq. 20. Məsələn, buxarlanma və buxarlanma qabiliyyəti fərqin olduğu yerlər deyəndə burada nəzərdə tutulur quraq ərazilər. Yoldaşlar, quraqlıq təbii ki, biz bir Abşeronda deyəcəyik, yarım sərə qurusu, mülayim keçən 3-də deyəcəyik və bir də Araz boyunda deyəcəyik 5-də. 1-3-5 illik yağıntıların miqdarı azdır. Düzgün cavab A variantı. 6 olmaz qışı quraq keçən mülayim isti, 4 olmaz yayı quraq keçən mülayim isti, 2 də olmaz yoldaşlar dağlıq ərazilərdə dağ tunduraya qədər qalxır. Növbəti sual 21.
Temel skalıq temperatur amplitudunun ən kiçik, skalıq amplitudunun ən kiçik olduğu yerlər ekvatorial və qütblərdir. Qütblərdə isə bizə verilməyib. Ekvatoriala isə düşən məntəqələr 3 və 7 hesab olmasaq. Düzgün cavabımız A bəndi 21-ci sualda. 22-ci suala nəzər yetirilir yoldaşlar. Sual belədir. Kəsməklə 1000 metr olarsa atmosfer təzyiqini doğru göstərilir məntəqəni müəyyən edin. Yoldaşlar, sizlər bilirsiniz ki, hər 1000 metrə təzyiq müvafiq olaraq görə nə qədər dəyişəcək? Ona 10 metrə müvafiq olaraq 1 millimetr sürəsini dəyişir. 1000 metrə olacaq x bərabərdir təbii ki 1000 vur 1 böl 10. Böylədir gözəl insanlar. Təbii ki 100 millimetr sürəsini. Dəniz səviyyəsində əgər 760 millimetr sürəsini olursa, dənizdən bir yuxarıda olan horizontalda cəmi olacaq 660. O zaman 2-də 663. Sonra 4'də olacaq müvafiq olaraq 560. Üzərində 460. Üstdə də olmalıdır 360. Buna uyğun gələn cavab 3-cü 360 mm civəsinin cavab C variantı 20-ci test tapşırığında. Növbəti suala nəzər yetirsək, 20 Selsi temperaturda hava nisbi rütubəti 30%-dən 40%-ə çatarsa, deməli 40-30 artım neçə faizdir? 10% artım var. Bizdə də sualda soruşur ki, mütləq rütubət nə qədər artar? 20 Selsi maksimum ola bilər 17 qram, yazırıq 17 qram müvafiq olaraq 100%. X artım, yəni 10%. X-i bir tənasübü çarpaz olaraq əldə edirik. 17 böl 10 böl 100. Doğru cavab 1,7 qram hesab olundu 23-cü sualda. Cavab 1,7 qramdır. Növbəti test tapşırığını nəzər yetiririk 24-də. Bizə sualda deyir ki, Kiçik Asiya və Hindistan yarımadanın iqliminə aid olan ümumi xüsusiyyətlər. Tropik hava kütləsi təsirinə məruz qalırlar. Bir doğrudur. Kiçik Asiya tropik aralıq dənizliyi yayda, Hindistan subekvatorialdır, qışda tropik hava kütləsi təsirinə məruz qala bilər. 1. Yağıntılı dövr iyul avqust ayları ola bilməsi Hindistanda yaydır. Kiçik Asiyada qışdır. Ona görə də bu ifadə yanlışdır. İyul avqust yağıntıları Hindistan, quraq olur Kiçik Asiya. Dekabr yanvar fevral yağıntıları Kiçik Asiya, quraq olur Hindistan. Keçid iqlim qurşağı düzdür. Biri subtropik aralıq dənizi, biri isə subekvatorialdır, biri üst. Pambıq becərilməsi üçün əlverişli şərait var. Hər ikisində var. Çünki tropik hava kütləsi təsir elədiyi yerlər isti və quru yerlərdir. Doğru cavab 1-4. Digərlərə baxın. Yayda tropik hava kütləsi yanlışdır. Ekvatorial qışda daxil olur. Musson küləkləri Hindistana təsir eləsə də Kiçik Asiyaya təsir etmir. Doğru cavab 1, 3 və 4-dür. 24-cü sualda. 25-ci suala biz nəzər yetiririk. Sual belədir. Doğru ifadələri müəyyən edilir. İqlim qurşaqlarının formalaşması coğrafi enlikdən asılıdır. Bu ifadə doğrudur. Quruda geniş ərazi tutan iqlim qurşaqlarının daxilində kəskin fərqlər yaranır. Doğrudur. Məsələn, mülayimə baxsınız, mülayim dəniz, mülayim qəndə kəskin fərqlər musson. Sakit Okeanın qərb sahillərində yayı quraq, qış rütubətli keçir. Tam tərsi, Sakit Okeanın özünün müvafiq olaraq qərbi düşür Avrasiya materikinə və burada yay ayları rütubətli, qış ayları quraq olur. Ona görə 3-cü ifadə səhvdir. Arid iqlimə malik ərazidə səhra yarımsərə yaranır. 4 doğrudur. Düzgün cavabımız 1, 2 və 4 hesab olundu. 5-də səhv nədir? Baxaq. Avrasiyada mülayim iqlim qurşağı daxil 3 iqlim vilayəti formalaşır. Səhvdir, 4 iqlim vilayəti var. Ekvatorial iqlim qurşağında yayda tropik yanlışdır. Yayda müvafiq olaraq ekvatorial, qışda isə tropik gəlir. Bunların yerləri səhv verilir. Ona görə də düzgün cavabımız 1, 2 və 4 hesab olundu 25-ci sualda. 26-cı suala keçid edirik yoldaşlar. Doğru sıralar müəyyən edilir. Rəqəti Allahız Böyük Qafqazın cənub yamacı bütün fəsillərdə bol yağlı, rütubətli soyuq ola bilər və ərazi Böyük Qafqaz tektonik qalxmasıdır. Doğrudur. Ümid qapısında yayı quraq keçən böyük iqlim var, amma orta ərazi əyilməsi deyil. Ona görə bu ifadə yanlışdır. Yayı quraq keçən mülayim isti var. Qafqaz tektonik qalxması doğrudur. Yoldaşlar 1-3. Ardınca biz qeyd edirik. Qanıq əyrisə qışı quraq keçən mülayim isti yarımsərə burada yoxdur. Amma kötək çəkikliyi düzdür. Yanlışa görə getdi. Qobustan akışının qışı soyuq keçən yox, qışı mülayim keçən olmalıdır. Bu ifadə yanlışdır. Böyük Qafqaz qalxması düzdür. Qarabağda yay quraq keçən mülayim isti cənub şərq hissəsində var. Və Kiçik Qafqaz qalxması doğrudur. Cavab yoldaşlar oldu 1, deməli 3 və 6 açıq sualımız. 27-yə biz baxırıq. 27 uyğunluq sualıdır. Xəritə çıxması uyğunluq müəyyən. Rütubətli dövr il boyu. İl boyu rütubətli ola bilər ekvatorial və mülayim dəniz. Ümumiyyətlə, yadda saxlayın, ekvatorial
rütubətli tropik, bərabər yağıntılı subtropik və mülayim dənizlər il boyu yağıntı alır. Burada birə ekvatoriala düşür, D isə Britaniyada mülayim dənizə düşür. Dekabr, yanvar, fevral cənubun yayı şimalın qış aylarıdır. Cənubda yay olduğu zaman cənub subekvatorial və şimalda qış olduğu üçün şimal subtropik aralıq dənizi. B. Şimal subtropik aralıq dənizi. Y də cənub subekvatorialdadır. Yağıntı alır. Səbəbini izah edirəm. Dekabr, yanvar, fevral şimalda qışdır. Subtropik mülayim hava kütlələri gəlir. Qalxır hava altı təbii yağıntı verir. Cənubda isə bu aylar, yay aylarında ekvatorial gəlir. Qalxır hava altı yağıntı verir. 27 avqust qışdır. Şimalın yay aylarıdır. Şimalın yay ayları olduğu üçün şimal subekvatorial zon məntəqəsi bol yağıntı alır. Birə oldu AD, iki oldu BY, bir də oldu bəndi. Növbəti situasiya tapşırığına diqqət edək. Sualda deyir ki, verilmiş iqlim diaqramları üst işıqlanma qurşağında yerləşən materikin qərbində və şərqində yerləşən adaları. Üst işıqlanma qurşağı təbii ki, biz bilirik ki, Avrasiya materiki, müvafiq olaraq Afrika materiki və bir də Şimali Amerika materiklərinə aiddir. Bunlar bilirsiniz ki, işıqlanma qurşağındadır. Sualda deyir ki, materikin qərbində və şərqində adalar, təbii ki, Afrika materikinin ərazisində baxadır, Avrasiya və Şimali Amerikada bu iqlim diaqramı eyni iqlim qurşağında yerləşsələr də il ərzində temperatur və yağıntının paylanmasına görə bir-birinə fərqlənirlər. Bu iqlim tiplərinin formalaşmasında küləklərin rolu böyükdür. Gəlin nəzərə yetirək. Burada təbii ki, temperaturun 3 və 15 Selsius arası tərəfli edilib. Yağıntıların il boyu təxminən bərabər paylandığını görürsə, bu olur mülayim dəniz iqlim tipi, mülayim dəniz və temperaturun -5 və -20 Selsius arası tərəfli edilib. Yay aylarının yağıntılı, qış aylarının quraq olduğu dövrə baxdıqda bu olur yoldaşlar mülayim musson. Məlum məsələ, mülayim musson da təbii ki, hansı materiklərdədir? Mülayim dəniz və mülayim musson. Üst işıqlanma qurşağı olan Afrikada ola bilməz. Şimali Amerikada mülayim musson yoxdur. Daha bir dənə qalır hansı materik? Avrasiya materiki və davam edək. Burada bizə deyirdik ki, üst işıqlanma materikin qərbində və şərqində yaşayan adalara. İndi gəlin baxaq görək hansı adalar ola bilər. İqlim diaqramına aid olduğu adaların yerləşdiyi okean və iqlim qurşaqlarını müəyyən edin. Yoldaşlar, okeanlardan birinci diaqram olacaq. Əlbəttə ki, Atlantik okeanı. Bura İrlandiya və Britaniya adaları aiddir. Atlantik. İkincisi isə olacaq Sakit okean sahilləri, Musson vilayəti. İqlim qurşağı isə təbii ki, mülayim iqlim qurşağıdır. Biri mülayim dəniz, biri mülayim kontinental. 28-ci tapşırığına nəzər yetirəndə burada uyğun variant kimi deyə bilərik. İqlim diaqramı uyğun gəldiyi adalara Böyük Britaniya adası, Britaniya və İrlandiya adaları, İrlandiya və ikinciyə Mussona uyğun gəldiyi daha çox biz deyə bilərik Yaponiya, Yaponiyanın şimal adaları. Xüsusən də yoldaşlar, Yaponiyanın şimal adalarına bildiyiniz kimi Hokkaido və bir də Honshu adalarını deyə bilərik. Digərləri küçük subtropik mussona düşürlər. İqlim də aid olan adaların iqliminə təsir edən küləklər Böyük Britaniya daimi küləklərdən qərb küləkləri, Yaponiya musson küləkləri, yəni mövsüm küləklər təsir edir. Qərb küləkləri və musson küləkləri qaldı sonuncu. Yoldaşlar, iqlimə aid olduğu əraziyə uyğun gələn torpaq, bildiyi torpaq, landşaft və təsərrüfat əhəmiyyəti, bildiyiniz kimi Böyük Britaniyada əsas etibarı torpaqlar enli yarpaqlı ağaclar olduğu üçün qonur və qəhvəyi torpaqlar hesab olunur. Burada landşaft üçün biz deyə bilərik enli yarpaqlı meşələr və bu ərazilərdə əsas etibarilə taxılçılıq təşkil edir və bir də südlük, ətlik heyvandarlıq. Südlük, ətlik heyvandarlıq. Yoldaşlar, Musson iqlim vilayətində biz daha çox qırmızı və sarı, eyni zamanda qəhvəyi torpaqlardan danışa bilərik. Həmin ərazilərdə müvafiq olaraq formalaşıb dəyişkən rütubətli meşələr, dəyişkən rütubətli yoldaşlar, meşə landşaftı və təsərrüfat əhəmiyyəti təbii ki, burada çayçılıq, eyni zamanda biz deyə bilərik tərəvəzçilik və çəltikçilik. Tərəvəzçilik və təbii ki, çəltikçilik. Çəltikçilik. Belə.
Bu bizim dördüncü sınavımızın izahları oldu yoldaşlar. Dikkatiniz için teşekkür ederim.